əziz tamaşaçılar, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Noyabr ayı Azərbaycan xalqının birliyinin və bərabərliyinin təntənəsini qeyd etdiyimiz bir aydır. Bu münasibətlə şəhidlərimizi yad edir, o mübarək günləri bir daha qeyd edirik. Şəhidlərimizin xatirəsini yad etmək məqsədi ilə bugün mənəvi dünyamızda yer tutan vətən sevgisi və şəhidlik mövzusunu müzakirə edəcəyik. Qonağım dəyərli ilahiyyatçı Ağa Hacıbəylidir. Ağa müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Ağa müəllim, bu mövsüm çatanda qəlbimizdə başqa duyğular, xoş hisslər yenidən canlanır. Artıq bir neçə ildir ki, xalqımız bu mövsümü fərqli ab-havada qeyd eləyir. Və eyni zamanda mövsüm çatanda zehnimizdə yenidən vətən sevgisi, şəhidlik eşqi, bunun nə böyük gücə malik olduğunu, qadir olduğunu insan təkrar-təkrar düşünmək istəyir. Mən istəyirdim ki, əvvəlcə siz bu mövzudan başlayasınız. Vətən sevgisi nədir? İnsanın bu təbii hissi hardan gəlir? Mənəviyyatımızda bunun kodları nələrdən ibarətdir? Buna aydınlıq gətirəsiniz. Çox sağ olun Kövsər müəllim. Öncə şəxsinizdə bütün dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə mən də salamlamaq istərdim. Verişiniz də mübarək olsun, xeyirli olsun. Təşəkkür ederim. Bəli, ifadə elədiyiniz kimi bu 3 ay əslində ayların içərisində bizim millətin xatirəsində başqa cür formalaşdı, şəkilləndi. Çünki hər günündə onlarla şəhid var. Bu aylar əslində şəhadət ayı baxımından zənginləşdi, fərqliləşdi. Vətən sevdası, vətən sevgisi təbii ki, fitri bir sevgidir. Yaradan qulunun qəlbinə, ruhuna, onun könlünün coğrafiyasına bunu ilham edər. İnsan müəyyən bir dövrü keçdikcə o içindəki rüşeymləri aldığı tərbiyə ilə, aldığı təlimlə yönəldə bilir. Müəyyən zaman dilimin içərisində ola bilsin ki, insan Allah qorusun bu sevgidən məhrum qalsın, daxili dünyasını qıtlaşdırsın. İnsan da var onu daha fərqli bir şəkilə gətirir, böyüdür. Vətən sevgisi imandandır. Hər halda belə bir hədis söylənsə belə, qaynağı zəif olsa belə, mühəddislər, yəni hədisçilər bunun mənasına baxar. Hədis kontekstindən ki, bəli, Allahın Rəsulü aleyhissalatu vesselam da Kəbədən uzaqlaşdırıldığı, Məkkədən çıxarıldığı, hicrətə məcbur edildiyi zaman göz yaşları içərisində Kəbəni seyr etmişdi. Vallahi deyir, səni tərk etməzdim, məcbur etməsəydilər. Buradan biz məsələyə baxdığımız zaman vətənin bir millət üçün, vətən bir xalq üçün, bir dövlət üçün nə qədər strateji bir əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Hələ də bizim xalqımızın tarixi keçmişinə səyahət elədiyimiz zaman görürük ki, əcdadımız at belində, əllərində qılınc olaraq bu torpaqlara canlarını fəda edib, qanları ilə suvarıblar. Məlum ki, 2 əsr yarımıdır ki, bu millətin ağacına böyük baltalar vuruldu. Kəsildi, doğrandı və nəhayət Qarabağ kimi, Dağlıq Qarabağ kimi böyük bir ərazimizin 30 il istilada qalması, işğal edilməsi, əlinə qoluna qandal vurulması, 1 milyon insanımızın oradan çıxarılması, Xocalı kimi bir fəlakəti yaşamamız və bütün bunları birər-birər seyr etdiyimiz zaman nəhayət ki, payız fəslində ağacların yarpağı belə tökülmə anında ordumuz Qarabağa girmə məcburiyyətində qaldı. Dəmir yumruq işə başladı. Və təbii ki, 8 noyabr tarixini bəyək üzərində durduz. Şuşa qalasına sancılan bayraq, o torpaqlar üzərindəki o böyük mücadilə, o mücadilənin arxasında duran təbii ki, o sevgi idi, bağlılıqdır. Bilirsiniz ki, əslində məhəbbətin təməlində mərifət dayanır. İnsan nə qədər çox dərk edirsə, idrak edirsə, o qədər də çox sevə bilir. Bu baxımdan düşünün ki, insanın irfanı, imanı, o təsdiq şuuru, zehniyyəti böyüdükcə dünya gözünün qabağında kiçilər. Əslində Azərbaycan ordusu 30 min şəhidimiz, 2-ci Qarabağ savaşında isə 3 min civarındakı idimiz, bax bu dünya gözündə kiçildiyi üçün Allahı böyük gördü və meydana indi. Çünki Qarabağda bir fitnə ateşi vardı, söndürmək ehtiyacında onun təmiz qana, pak qana ehtiyacı vardı.
əsirgəmədi oğullarımız. Üzünü tutdu haqqa doğru və inanırıq ki, çox qüvvətli oğullarımız vardı. Bəlkə də daşı sıxsa suyunu çıxarardı. Onların qorxusu, ürküsü yox idi. Çünki insan imanlı olduğu zaman heç bir fəlakət onu qorxuza bilmədiyi üçün heç bir fədakarlıqdan da vaz keçə bilmir. İnsan canını can bazarına götürür və beləcə bu vətənin qoynunda gerçək səcdə edən insanlarımızın halı oldu. Şəhadət şərbətini içəndən sonra qanatlandılar ərşə, qanad açıb uçdular. Onlar şahid oldular. Çünki Rəbbimizin Əş-Şəhid isminin əxlaqı ilə əxlaqlandılar. Və sevgili Peyğəmbərimiz Əleyhisselatü Vesselam'ın huzuruna tək özləri deyil, əslində millətimizin adını, namını ucaldaraq getdilər. Çünki onlar Bədirin, Uhudun, eyni zamanda Xəndəyin, Kərbəlanın şəhidləri ilə çiyin-çiyinə dayanmağı bacardılar. Bax, biz vətən sevgisi dediyimiz zaman bu din insana bu qədər dərin bir kültürü, bir mənəviyyatı aşılayır. İnsana əslində əbədi həyatın açarını təqdim edir. Və bizim qazilərimiz, şəhidlərimiz bu məqamı əldə etdilər. Və bir cümlədə söyləyeyim burada ki, əslində bilirsiniz, bizim analarımız da şəhidin anası oldu. O da bir rütbə qazandı. Atalar şəhid atası oldu. Bir məqam qazandı. Bugün şəhid atasının bir cümləsinə baxırsan, şəhid anasının bir duasına, bir sözünə qulaq asırsan, insanın gerçəkdən 7 qatından keçir. Çox təsirlidir. Çünki səmimiyyətindən doğub gəlir. Və onlara Allahın verdiyi o kitabdakı təsəlli onlara böyük bir səbir, mətanət qazandırdı. Bu baxımdan bəli, vətən sevgisi insanda elə böyük bir ümid işığını yandırır ki, həyatın bütün qaranlıq dəhlizlərini ondan keçib getmək olur. Vətən sevdası insana elə bir dəyəri qazandırır ki, insan onunla Fatihlər cərgəsinə qədər gedib çıxa bilir. Allah yolunda öldürülənləri, şəhid olanları heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi, cənnət ruzisi əta olunur. Quran-ı Kərim, Ali İmran surəsi 169-cu ayə. Ağa müəllim, mən həmişə belə fikirləşirəm ki, Qarabağ torpağı bugün oraları gedib görəndə, şəhid məzarlarını görəndə, orada qurulan yerindən qurma işlərini görəndə belə fikirləşirəm ki, Qarabağ xalqımızın qəbul olunmuş duasıdır. Elhamdülillah. 30 il boyunca bu xalq heç bir zaman ümidini itirmədi. Uşağından tutmuş böyüyünə qədər. Hər kəs bir gün o torpaqlara qayıdacağı ümidi ilə yaşadı. Bəlkə də burada da o mənəviyyatımızın bizə aşıladığı bir məqam ondan ibarət idi ki, heç bir zaman ümidimizi kəsmədik. Haqqa olan, həqiqətin bir gün öz yerini tapacağına olan inancımız heç bir zaman azalmadı və bu uğurda çalışdıq. Yəni, bunun özü də çox önəmli idi. Yəni, qarşıda bir hədəf qoymaq, o hədəfə doğru getmək. Qeyd etdiyiniz məsələlər vardı, neçə-neçə oğullarımız vardı. 30 ilini o bir günlük savaş üçün bəlkə də xərcləmişdi. Analar var idi, atalar var idi. Biz bir anda bəlkə də heç görmədiyimiz insanlar gördük. Yəni, görmədiyimiz ürəklər gördük. Elə sözlər deyildi ki, onları hər ana söyləyə bilməz, hər ata söyləyə bilməz. Amma onlar vətən sağ olsun dedilər. Analar başı dik, atalar mətin şəkildə bu zəfəri eyni zamanda bəlkə bu şəhidlik hissini mənimsəyərək bunun necə dəyərli bir iş olduğunu qəbul etdilər. İstəyərdim xalqımızın bax bu mənəvi kodlarını formalaşdıran məsələlər haqqında bizə fikirlərinizi paylaşasınız. Çox sağ olun Köçər müəllim. Gerçəkdən ağır müsibət anında, zamanında xalq dövlət birliyini biz şahidi olduq. Özəlliklə Qarabağ savaşında 7-dən 70-ə hər kəs gözünü, könlünü, ruhunu ora kodladı, ora yönəltdi. Çünki hədəf, qayə orada ilahi rizanı qazanmaqdır. Bayraqsız qalmış torpaqlarımıza üç rəhli bayrağın sancılmasıydı. Və analar beşiyinin başında layla çaldığı zaman oğluna əslində mənim oğlum Fatih olacaq ruhunu aşıladı, tək süd vermirdi. O sevgini aşılaya, formalaşdıra biz o böyük zəfəri görə bildik. Allahın bir lütfü idi. Quran-ı Kərimin ayələrində deyilir ki, "Tansurullah yansurukum."
Eğer siz Allah'a yardım edersinizse o da size yardım eder. Biz haklı bir savaşa girdik. Hakla batilin mücadelesinde olduk. Halk dediğiniz kimi inancıyla, etiqadıyla bütünləşdi. Çünkü mən də az çox ordumuzun imanına belədəm. Siz də Bəli, bilirik sizin də. və təbii ki, insanı şəhidlik məqamına ucaldan onun imanıdır. Bizi düşməndən fərqləndirən tərəfimiz də buydu ki, bizim cəngə girən, savaşa girən idimiz deyirdi, ya qazi olacağam, ya şəhid olacağam, bitirəcəyim bir şey yoxdur. Qalsaq qazi. Amma tərəf qorxur, ürkür, ürpənir. Çünki onun şəhidlik anlayışı yox, qazilik düşüncəsi yox, onun əlində bizim kimi bir inancı yox, bir kitabı yox və belə bir kəfərənin bu torpaqların üzərində 30 il köstəbəklər kimi dəlib deşməsi, o Haniyanın səddinin qurulması, bağışlarsınız, o kukla kim idi? Əslində onun arxasında böyük generalların fikirləri, məfkurəsi var idi və Azərbaycan xalqı sadəcə ermənilərlə savaşmadı. Dəmir yumruq oradakı böyük bütü sındırdı. Erməni bütünü sındırdıktan sonra dünyada görürsünüz bütə meyilli xalqlar, millətlər o büt sınandan sonra yardıma başladılar. Biz burada görürük bütə sitayiş edənlərlə Allaha ibadət edənlərin fərqini. Baxın, Azərbaycan xalqının bu böyük qəhrəmanlığı nereden, hardan gəldi, formalaşdı? Belə formalaşmasının səbəbi onun daxilindəki imanıdır, onun ehtiqadıdır, onun əlindəki olan kitabdır. Bizim ədiblərimizin, bizim şairlərimizin, müəllimlərimizin, bu sahədə olan söz sahibli insanlarımızın təbii ki, formalaşdırdığı bir məfkurə vardı. O da bu zillətə son qoymaq və Qarabağdakı bu ümid işığını yandırmaq. Bunun üçün bayaq söylədiyimiz kimi bizim oğullarımız bəlkə də Qarabağ Savaşını, birinci Qarabağ Savaşını böyük bir əksəriyyəti görməmişdi. Onlar Qarabağda doğulmamışdılar. Siz bayaq dediniz, vətən sevgisi harda? Bu Allahın bir lütfüdür. Ola bilsin ki, bir insan bir torpaqda böyüsün, doğulsun, orada vəfat eləsin. O demək deyil onun vətənidir. Vətən uğrunda can verilir. Vətən bizim əcdadımızın bütününü öz bətnində daşıyır. Milləti də belində daşıyan, mədəniyyətini, kültürünü, imanını, etiqadının varlığı olan bir yerdir. Onun uğrunda əgər can verilirsə, insan şəhid olur və o uğurda təbii ki, xalqımızın evlatları şəhid oldular və biz bir cümlə söylüyoruz ki, şəhid verilmir, şəhid qazanılır. Biz 30 min dəyər qazandıq və tariximizin səhifələrini şəhidlərimiz, qazilərimiz dastanlarla doldudular. Sabahki nəsil bunu qayıdıb oxuduğu zaman qürur duyacaq. Necə ki, biz qürurlanırıq, fəxarət hissi ilə tariximizi oxuyacaq. Çünki orada məyusluq görməyəcək, orada qəhrəmanlıq görəcək, orada yiğitlik görəcək, orada mətanət görəcək. Bir cümlə söyləyeyim sizə ki, şəhid şəhidi gözünə baxanda tanıyar. Onun cənnət qoxusunu anar. Qazilər uzun illər bir yerdə yatıb durmuş yiğitlərdilər. Onlar bir baxışdan bir-birini anlayan insanlardır. Və biz həmişə bu duanı edirik ki, Allahım, gecə gündüz o barıt qoxuyan səngərlərimizdə şərəfimizi, namusumuzu qoruyan əskərlərimizi hifz elə. 10 milyonluq bir xalq əslində 44 gündə ordumuzla bir yerdə oldu. Xatırlayırsınız 90 yaşında yaşlı bir babamızı, atamızı əli əsə-əsə aldığı təqaüdü cəbhədə savaşan oğullara göndərməsini və yaxud da bir şey deyil, səhər-səhər yumurtanı pendiri ilə bərabər əskərlərimizə təslim edən balacalarımızı gördü. Yəni, bayaq söylədiyiniz kimi oğlu şəhid olub evinə gəldiyi zaman şəhid anası kimi davrandı, mətanətini ortaya qoydu. Baxın, bu duruş, bu dayanış, bu dirəniş gücümüzü artırdı. Əslində bu imandan qaynaqlanan, iman günəşinin insanın könlünün coğrafyasına fərqli bir gücü salmasıyla insan bu əlif qamətini əymir. Yalnız Allah qarşısında əyir. Allah yolunda öldürülənlərə, şəhid olanlara ölü deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Quran-ı Kərim, Bəqərə surəsi 154-cü ayə. Ağa müəllim, burada bir başqa məqama da toxunmağınızı istəyirəm. Həqiqət birləşdirici bir gücdür. Haqq birləşdirici bir gücdür. Biz bu müddət ərzində onu gördük ki,
eyni amal, eyni istək, eyni arzu, fərqli-fərqli düşünən insanları da bir hədəfə istiqamətləndirə bildi. Fərqli inanclardan olan insanlar, Azərbaycan çox mədəniyyətli, çox konfessiyaların çox olduğu bir yerdir. Hamı bu müddət ərzində eyni istiqamətə yönəldi. Hər kəs eyni sözü dedi. Haqqın belə bir birləşdirici gücü var. Biz bunun təzahürünü açıq-aydın gördük, mənə elə gəlir ki. Çox doğru buyursunuz, bəli. Azərbaycançılıq düşüncəsi uzun illərdir ölkəmizdə bunun təbliğatını hər yerdə dövlət apardı və bunun gözəl nəticələrini də Qarabağda biz gördük. Hər kəs Azərbaycanlı olduğunu ortaya qoydu və təbii ki, imanımız bir tərəfdə, bu milli düşüncə, milli məfkurədə ikinci bir tərəfdən. Əslində bunların belə deyək, ittifaqı, birliyi bizi fərqli bir yerə götürdüyünün şahidi olduq. Çünki vətən üçün bu ölkənin istər şimal bölgəsi olsun, istər cənubu olsun, yəni heç bir zaman biz ayrı-seçkiliyə getmədik. Yəni millətçilik şuurunu tətikləmədik. Bu ümumiyyətlə bu çılıq, çülük həmişə bərbad bir şuuru ortaya gətirir. Hətta məzhəbçilik belə. Məzhəbdə olmaq gözəldir, amma məzhəbçilik bərbaddır. Millətçilik bərbad bir, amma milləti sevmək, ümməti sevmək gözəldir. Allahın Cəmal ismini ilə şərəflənməkdir. Bu baxımdan Azərbaycan xalqı əslində bu məsələdə Əsma-ül Hüsnəyə yönəldi. Rəbbimizin Əş-Şəhid ismi ilə taclandı. Bu ölkənin vətəndaşları sadəcə ölkəmizdə deyil, artıq beynəlxalq aləmdə dövlətimizin nüfuzu qalxdığı kimi vətəndaşlarımızın da orada qüruru böyüdü. Çünki hansı ölkəyə gedirsə qalib bir ölkənin evladı və yaxud müsafiri kimi gedib gəlirik. Bu bizə yetər. Sabah axirətdə belə Hz. Muhammed Mustafa'nın huzurunda olduğumuz zaman da qalib bir xalqın evladları kimi inşallah ki biz orada həşir nəşir olacaq. Bu deməkdir ki, həm keçmişimizi zənginləşdirdik, həm istiqbalımızı zənginləşdirdik, həm də günümüz baxımızdan. Bu artıq belə deyək, bu ərəfədə dövlət səviyyəsində bütün tədbirlər keçirir. Xalqın, Azərbaycan xalqının məktəbindən tutmuş, nə bilim, çobanına qədər hər kəs bu sevinci paylaşır. Bir-birinə mesajlar göndərən, qazilər təbrik olunur, şəhid ailələri təbrik olunur. Bu bayram əhval-ruhiyyəsinin dadı, ləzzəti başqadır. Çünki adamı sevindirir, adamı gerçəkdən o şükrə götürür, minnətdarlıq duyğusunu formalaşdırır, insanda fərqli bir həyəcan yaradır. Və bu dediyiniz o haqqın birləşdirici ruhunun kölgəsi altında biz bir-birimizi daha çox bu sahədə güclü və qüvvətli görürük. Çünki niyə? Böyük iradəyə tabi oluruq ona görə. Ağa müəllim, çox təşəkkür edirəm. Həqiqətən bu müddət, keçən müddət ərzində daimi olaraq Azərbaycan xalqı eyni zamanda öz vəfasını da göstərir. Şəhidlərimizi daimi olaraq anırlar, qeyd edirlər. Hər kəs dillərində, yəni bu uğurların, bu qazancların şəhidlərimizin o fədakarlığı nəticəsində olduğu, qazilərimizin fədakarlığı nəticəsində olduğu, analarımızın, atalarımızın o geniş ürəyi nəticəsində olduğunu hər kəs qeyd edilir. Biz də ümid edirik ki, bu vəfa bir iman məsələsidir. Yəni, Allaha qarşı da vəfalı olmalıyıq, mənəvi dəyərlərimizə də qarşı da vəfalı olmalıyıq. Eyni zamanda şəhidlərə qarşı da bir vəfa borcumuz var. Bu vəfa borcunu layiqincə təmsil etməyi Allah hər birimizə nəsib eləsin. Azərbaycan xalqı da bunun üçün çalışır. Mən sonda şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm. Allah ruhlarını şad eləsin. Allah inşallah ölkəmizə, millətimizə bir daha belə bir müsibəti yaşatmasın. Amin. Və bu elə bir bugün qazandığımız bu uğurlar elə bir sərmayədir ki, bəlkə 100 il, bəlkə 200 il Azərbaycan xalqının gələcəyə baxışını işıqlandıran tarixi bir hadisədir. Ağa müəllim, mən sizə çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Belə bir gündə gəldiyiniz üçün və duyğularımıza ortaq olduğunuz üçün. Minnətdaram, çox sağ olun. Siz sağ olun, minnətdaram, çox sağ olun. Əziz tamaşaçılar, bugün şəhidlərimizin xatirəsini bir daha yad elədik. Sonda Uca Allahdan şəhidlərimiz üçün rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.